O nədir ki, hər şeylə paralel onu düşünürsən? O nədir ki, həyatın əsas mövzusudur? Bax, o nədirsə, sən də o qədərsən. Biz çox zaman problemlərdən ona görə qurtula bilmirik ki, əsas mövzunu unuduruq, problemlər əsas mövzuya çevrilir həyatımızda. Problemlər ona görə bəzən düyünə düşür, həll olmur ki, əsas mövzuya çevrilir. Səhərdən axşamacan zehnini məşğul eləyir. Quran-ı Kərimin ayələrinin 1/3 qiyamət haqqındadır, deməli əsas məsələlərdən biridir. Əbu Zər deyir, elə bir cənnət tanımadım ki, onun şövqündən adam yata bilsin, elə bir cəhənnəm tanımadım ki, ondan uzaqlaşmaq fikri ilə insan gözünə yuxu gedə bilsin. Fikir olanda bu həddə olmalıdır. Əsas məsələ buna deyirlər. Allah bizim fikrimizi nəyə məşğul etmək lazımdır, onu Quranda qeyd edir. Quran oxuyun, buna görə deyirlər. Quran bizim fikrimizi səhmana salır, önəmli məsələləri bizə çatdırır. Ağlın meyarı sadəcə səni düşündürən məsələlərdir. Qiyaməti düşünmək